buyurur ki: "Və aləl-ləzīne yetiqunehu fidyetun ta'amu miskinin." Allah Taala buyurur ki, hər kəs ki xəstədir, oruç tuta bilmir, yaxud o həmin günlərə görə Allah Taala buyurur ki, bəli, bir fidyə təam versin miskinə. Bir mud təam təxminən 750 qram buğda, yəni 750 qram indi çörəyin çəkisi bilmirəm, gah azalır, gah çoxalır, çörəyin çəkisi nə qədərdir? 750 qramdırsa, yəni bir çörək, məsələn, ehtiyaclı insana, kasıblara vermək olar və o cümlədən Allah Taala buyurur ki, فَمَنْ تَتَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ. Hər kəs fidyəni çoxaltsa, məsələn 750 qramdır, biraz da əlavə üstünə qoyur. Bəzən soruşurlar ki, məsələn təxminən 1 manat yox, ya bir neçə manat biz o günkü oruç tutmamışıq, ona əvəzi olaraq ehtiyaclı insana verə bilərik. Bəli, Allah Taala buyurur ki, çox versiz, bu daha sizin üçün xeyirlidir. Və Allah Taala ayənin davamında buyurur ki, وَاَنْ تَسُمُّ خَيْرٌ لَكُمْ. Oruç tutmaq sizin üçün daha xeyirlidir. وَاَنْ تَسُمُّ خَيْرٌ لَكُمْ. Oruç tutmaq sizin üçün daha xeyirlidir. İn kuntum ta'lemun. Kaş ki siz bunu biləydiniz. Bəli, Allah Taala Quran-ı Kərimin Ramazan ayı